Şəxs şəkilçiləri hansılardır? İsmin şəxs şəkilçiləri hər üç şəxs üzrə həm təkinin, həm cəminin qəbul etdiyi şəkilçilər var ki, bu şəkilçilərin ikinci bir adı xəbər şəkilçiləridir. Məsələn, birinci şəxsin təkinin qəbul etdiyi şəkilçi hansıdır? Am, əm şəkilçisi. Məsələn, mən müəlliməm, mən insanam, mən şagirdəm, mən həkiməm. Birinci şəxsin cəminin qəbul etdiyi xəbər şəkilçisi ıq-4. Biz müəllimik, biz həkimik, biz müəllimik, biz insanıq. Sonra ikinci şəxsin təkinin qəbul etdiyi xəbər şəkilçisi hansıdır? San, sən. San, sən. Sən həkimsən, sən insansan, sən müəllimsən, sən həkimsən. Və ikinci şəxsin cəminin qəbul etdiyi xəbər şəkilçisi sınız, siniz, sunuz, sünüz, sınız üstü 4. Siz insansınız, siz həkimsiniz, siz müəllimsiniz, siz nəzarətçisiniz. Daha sonra üçüncü şəxsin təkinin qəbul etdiyi xəbər şəkilçisi dır-dir, dur-dur şəkilçisidir. O müəllimdir, o həkimdir, o mühəndisdir. Və üçüncü şəxsin cəminin qəbul etdiyi xəbər şəkilçisi isə dır üstə lar. Məsələn, onlar müəllimdirlər, onlar həkimdirlər, onlar insandırlar.